Salam, hörmətli izləyicilər, şagirdlər və müəllimlər. Bugün sizə maraqlı bir məsələnin həllini verəcəyəm. Məsələ belədir. MNP müsbət tam ədədlərdir, yəni natural ədədlərdir. Cəmi 104, təsləri cəmi isə 4/1-dir. MNP ədədlərinin ən böyük qiymətini tapın. Məsələyə yenidən baxaq. Əvvəlcə araşdıraq görək MNP nə cür ədədlər ola bilər. Birinci, bunların hər üçü tək ədəd ola bilməz. Yəni toplananların hər üçü tək ədəd ola bilməz. 3 dənə tək ədədin cəmi 104 ola bilməz o səbəbə görə. Toplananlardan biri tək, 2 dənəsi cüt ola bilməz. Bir tək 2 cüt ədədin cəmi təbii ki 104 olmaz. Amma 3 ilə 4 ola bilər. Yəni toplananların ikisi tək, biri cüt olarsa cəm 104 ola bilər. Toplananların hər üçü cüt olarsa cəm 104 ola bilər. İndi biz bu 3 ilə 4-cü halı araşdıracağıq. Əvvəlcə 3-cü hala baxaq. Tutaq ki M tək ədəddir, N tək ədəddir, P isə cüt ədəddir. M-də 1, N-də 1, P-də 1 ədədlərinin cəmi 4/1 idi. Məsələn şərtində verilir. Buradan alınır ki M ilə N tək ədəd olduğu üçün bunların hər biri artıq ən kiçik qiyməti 5 ola bilər. 5-dən böyük bərabər olmalıdır. Niyə görə? Məsələn, əks halda tutaq ki, M məsələn 3 olarsa, onda 3/1 ilə N-də 1, P-də 1 bu cəm 4/1 ola bilərmi? Ola bilməz. Çünki 3/1 ədədi 4/1 ədədindən böyükdür. Yəni, bu da şərtə ziddir. O zaman M və N'in ən kiçik qiyməti tək ədəd olduğu üçün 5 ola bilər. Və biz indi burada nə edirik? Bunları ortaq məxrəcə gətirib hesablasaq, bu ifadəni ortaq məxrəcə gətirib hesablasaq, sürətdə olar MN plus MP plus MP bölünsün MNP bərabərdir 4/1. Tənasübdən çarpaz vırsaq, MNP bərabərdir 4 MN plus MP plus MP şəklində olar. İndi burada biz bu bərabərliyin sağ tərəfinə fikir versək, sağ tərəf 4-ə bölünən ədəddir. Yəni burada mötərəzənçi tək ədəddir. Çünki M və N tək ədəddir. M-ə vuranda tək ədəd alınır. Burada N təkdir, P cüt vuranda cüt alınır. M təkdir, P cüt vuranda cüt alınır. Yəni 2 dənə tək, daha doğrusu bir tək 2 dənə cütü toplayanda mötərəzənçi tək eləyir. Ona görə sağ tərəf yalnız 4-ə bölünür. Yəni ən böyük bölündüyü cüt ədəd sağ tərəfin 4-dür. Sağ tərəf 4-ə bölündüyünə görə onda sol tərəfdə 4-ə bölünməlidir. Təbii ki M 4-ə bölünməyəcək, tək ədəddir. N də 4-ə bölünməyəcək. P cüt ədəd olduğuna görə 4-ə bölünən ədəd olmalıdır. Ona görə P bərabər 4K şəklində yazırıq. İndi P-nin yerinə biz burada 4K qoysaq, M-də 1 plus N-də 1 plus 4K-da 1 bərabərdir 4/1. Onda buradan M-də 1 plus N-də 1 bərabər olar. 4/1 çıxılsın 4K-da 1. Ortaq məxrəcə gətirsək M plus N bölünsün M-in bərabərdir K-1 bölünsün 4K. Tənasüb kimi çarpaz vursaq, M-in vurulsun K-1 bərabərdir 4K vurulsun M plus N. İndi biz bura fikir versək, M tək ədəddir. Buradakı M tək ədəddir. N də tək ədəddir. 2 dənə tək ədədin cəmi cütdür. Yəni bu mötərəzənin içərisi cütdür. Cüt ədəd mütləq 2-yə bölünür. Burada da 4 var. 4K. Bu 4K-nı biz 2-yə bölünən ədədə vursaq, mütləq sağ tərəf 8-ə bölünəcək. Yəni burada bərabərliyin sağ tərəfi 8-ə bölünür. Deməli sol tərəfdə 8-ə bölünməlidir. M tək ədəddir, 8-ə bölünməz. N də tək ədəddir, 8-ə bölünməz. Deməli bu K-1 8-ə bölünən ədəd olmalıdır. K-1 bərabər 8T yazmışıq. Buradan K bərabər 8T plus 1 olar. Onda P bərabərdir 4K idi. K-nın da yerinə 8T plus 1 yazıb 4-ə vursaq, eləyər 32T plus 4. Burada T'yə biz 1 versək, P 36 olar. T'yə 2 versək, P 68 olar. T'yə 3 versək, P 100 olar. T'yə 4 versək, artıq P-nin qiyməti 104-dən çox olacaq. 3-ünün cəmi isə 104-dür. T'yə 4 verə bilmərik. İndi biz burada M plus, gördüyünüz kimi M plus N cəmin tapmaq üçün 104-dən P-ni çıxmalıyıq.
İndi P 36-dırsa, 104-dən 36-nı çıxanda M-in cəmi 68 olar. İkincidə M-in cəmi 104-dən 68 çıxanda 36 olar. Üçüncüdə M və N-in cəmi 104-dən 4 çıxanda 4 olar. Əvvəlcə üçüncü hala baxaq. Bu üçüncü hal ola bilməz. Səbəbi odur ki, M və N tək ədəddir və toplananların hər biri 5-dən böyük ədəddir. Yəni 5-dən böyük bərabər ədəddir. Toplayanda 4 alına bilməz. Yəni üçüncü hal ola bilməz. T yəni 3 də ola bilməz. İndi P-nin 68 və 36 qiymətlərində baxaq. Dedik ki, M və N 5-dən böyük bərabər olmalıdır. M ilə də N-in cəmi burada 68-dir. 68-dən 5-i çıxanda 63 qalır. Yəni M-in ədədləri 5 ilə 63 arasındadır. Burada M-in cəmi 36-dır. 36-dan 5-i çıxsam, M-in deməli 5 ilə 31 arasında olan hansısa bir tək ədəddir. Yəni məsələn bu birinci halda P-nin qiyməti 36-dır. M-nin qiyməti isə 5 ilə 63 arasında hansısa bir tək ədəddir. İkinci halda P-nin qiyməti 68-dir. M-nin qiyməti isə 5 ilə 31 arasında olan tək ədədlərdir. Yəni biz götürmüşük ki, ikisi təkdir, biri cüt. İndi bu aralıqdakı biz hansı həll daha böyükdürsə, yəni M-in, N-in, P-nin hansı böyükdürsə, məsələn şərtində bizdən onu soruşulur. Buna sonra baxarıq. Üçüncü halı hələlik ki araşdırdıq. İndi dördüncü hala baxaq. Tutaq ki, toplananların hər biri cüt ədəddir. Burada yazmışıq. Cüt ədəd M-i 2A, N-i 2B, P-ni 2C şəklində yazmışıq. Gətirib burada yerinə qoyuruq. 2A-da 1, 2B-də 1, 2C-də 1 cəmləri bərabər 4-də 1. Hər tərəfini 2-yə vuranda A-da 1, B-də 1, C-də 1 cəmi 2-də 1 olar. Təbii ki, burada 3-ünün cəmi 2-də 1 olduğuna görə demək ki, hər bir dəyişən 2-dən böyük olmalıdır. Yəni ABC dəyişəni 2-dən böyük olmalıdır. 2-dən kiçik ola bilməz. Məsələn, bura 1 ola bilməz. Bura 1 yazsam, 1-də 1 plus B-də 1 plus C-də 1 bərabər 2-də 1 alına bilməz. Burada nəzərə alaq ki, dəyişənlər natural ədədlərdir. İndi buradan A-da 1 plus B-də 1 cəmi 2-də 1 çıxılsın C-də 1 olar. Ortaq məxrəcə gətirsək, A plus B bölünsün AB bərabərdir. C minus 2 bölünsün 2C. A'nın, M-in, N-in, B-nin buradakı qiymətlərini, məsələn şərtində yerinə yazsaq, bax burada. Alınar 2A plus 2B plus 2C bərabər 104, ABC cəmi bərabər 52. Buradan A plus B cəmi 52 çıx C olar. İndi dedik ki, hər bir dəyişən 2-dən böyükdür. Seçmə yolla, məsələn, C-yə bir 3 verək. C-yə bir 3 versək, A plus B cəmi 49 olar. 49-u necə tapdıq? Yəni 52-dən 3-ə çıxdıq. Deməli, burada A plus B-nin yerinə qoyuram 49, C-nin yerinə isə 3 qoyuram. Alınır 49 bölünsün AB bərabər 6-da 1. Buradan AB bərabərdir 6 vur 49. 49-un əvəzinə biz 7 vur 7 yazmışıq. 7-lərdən birini 6-ya vursam 42 eləyər. Yəni A vur B bərabərdir 42, A vur B bərabər 42. A topla B bərabərdir 49. Bu hansı ədədlər ola bilər? 7 ilə 42 və yaxud da ki 42 ilə 7 ola bilər də, toplayanda 49 eləyir. Deməli A 7-dir məsəl üçün, B neçədir? 42-dir, C-də 3-dür. İndi bunları biz nəzərə alsaq yuxarıda, M-in, N-in o əvəzləmələrində nəzərə alsaq, M 14, N 84, P 6 olar. Yəni burada hələlik ki, biz Z-yə 3 verməklə M, MP dəyişənlərinin ən böyük qiymətinin 84 olduğunu tapdıq. Təbii ki, burada yerin dəyişmək olar. M-i 84, yaxud N-i 6, P-ni 14 yazmaq olar. Yəni, bax, burada toplananların yerin dəyişəndə cəm dəyişmir. Çünki əslində bu tənliklər, yuxarıdakı tənliklər biriciz tənlikdir. Yəni, simmetrik tənlikdir. Orada dəyişənlərin birinin əvəzinə digərini yazsaq, yenə də cəm dəyişmir. Yəni, buradakı dəyişənlərin biz yerlərini dəyişə bilərik. Yəni, istənilən halda ən böyük qiymət 84-dür. İndi baxaq görək, biz bayaq burada 3-cü halı araşdıranda yəni P-nin qiymətini nə tapmışdıq? 36 tapmışdıq, 68 tapmışdıq.
M-nin qiymətləri isə ya 5 ilə 63 arasında idi birinci halda, ikinci halda isə 5 ilə 31 arasında. Biz də baxırıq ki, buradakı ədədlərdən heç biri 84-dən böyük deyil. 84-dən böyük deyil. Yəni buradakı ədədləri araşdırıb tapmağa dəyməz ki, burada görəsən M-in hansı ədədlərdir? M-in hansı ədədlərdir? Yəni niyə görə dəyməz? Çünki biz MMP-nin o cüt qiymətlərini araşdıranda ən böyük qiymətinin 84 alındığını tapdıq. Yəni burada da 84-dən böyük bir ədəd yoxdur ki, biz onu tapmağa çalışaq. O zaman biz baxmalıyıq ki, MMP cüt ədəd olduqda 84-dən böyük qiymət ala bilərmi? İndi məsələn burada n 84-dür. 84-dən sonra cüt ədəd 86-dır. Bu n-in 86 olması üçün biz bu b-yə 43 verməliyik. Məsələn, b-yə verdim 43, onda n oldu 86. 86. İndi ABC-nin cəmi 52 idi. İndi A plus C cəmini tapanda 52-dən 43 çıxdım, qaldı 9. Buradan da A-da 1, C-də 1 cəmini tapanda deməli, A-da 1, B-də, C-də 1 cəmini tapanda 2-də 1-dən B-də 1-i çıxmalıyıq. Yəni 2-də 1-dən çıxıram 43-də 1-i. Qalır 86-da 41. İndi seçmə yolla araşdıraq ki, 2-dən böyük olsun, 2-dən böyük olsun. Toplayanda 9 olan ədədlər, tam ədədlər, natural ədədlər. 3 ilə 6 ola bilər. Onda 3-də 1 ilə 6-da 1-i toplayanda bu, yəni 86-da 41-ə bərabər olmur. Deməli, bu şərt olmur. Bir də 4-dən 5 ola bilər. Toplayanda 9 eləyir. Bu da alınmır. 4-də 1 ilə 5-də 1-i toplayanda 86-da 41-ə bərabər deyil. Yəni A-da 1 plus C-də 1 cəmi 86-da 41 alınmalıydı. Yəni alınmır. Yəni n 86 ola bilməz. İndi biraz bunu yuxarı çəkin. İndi baxaq görək. N 88 ola bilərmi? N-in 88 olması üçün biz B-yə 44 verməli idik. Yəni N 2B-yə bərabər işarə etmişdik. Onda A plus B, C cəmi biz nə edirik? A plus C cəmini tapanda 52-dən 44-ü çıxırıq, qalır 8. İndi burada 88 yazmışam, 8 eləyir. 8 eləyir. Hansı ədədlərdir? Toplayanda 8 eləsin. 1, 3 ilə 5, 2-dən böyük təbii ki olsun. Bir də 4-dən 4. 2-dən böyük. Bu ədədləri toplayanda 5 edir. Amma A-da 1, C-də 1 cəmi 2-də 1-dən 88-də 1-i çıxmalıyıq. 88-də 43 eləyir. 3 ilə 5 qoyanda anam C-nin yerinə 3-də 1 plus 5-də 1 cəmi, yəni 88-də 43 alınmır. Yaxud 4 ilə 4 yazsaq anan C-nin yerinə 4-də 1 plus 4-də 1 cəmi 88-də 43 alınmır. Deməli, n 88-də ola bilməz. Burada digər hallar da var. B-yə 45 versək biz, n olar 2B, yəni 90. A plus C cəmini tapanda 52-dən 45-i çıxdıq, 7 qaldı. 2-dən hər bir top dəyişən də dedik ki, 2-dən böyükdür. 2-dən böyük hansı ədədləri toplayanda, natural ədədləri toplayanda 7 eləyər, yalnız 3 ilə 4-dür. A-da 1, C-də 1 cəmi, 2-də 1 çıx 45-də 1, yəni 90-da 43 alınır. Amma 3-də 1 ilə 4-də 1-i toplayanda 90-da 43-ə bərabər olmur. Yəni n 90 da ola bilməz. B-yə 46 versək n 92 olar. A plus C cəmini tapanda 52-dən 46-nı çıxanda 6 qalır. Burada da 2-dən böyük toplayanda 6 olan natural ədədlər 3 ilə 3-dür. A-da 1, C-də 1 cəmi bərabərdir. 2-də 1 çıxılsın 92-də 1. 92-də 45 eləyir. Lakin 3-də 1 ilə 3-də 1-in cəmi 92-də 45-ə bərabər deyil. Deməli, n 92 də ola bilməz. Sonuncu isə B-yə 47 versəm, n olar 94. A plus C cəmini tapanda 52-dən bu 47-ni çıxdım. Qaldı 5. Burada da mümkün deyil. Yəni, ABC cəmləri, ədədləri dedik ki, 2-dən böyük ədəd olmalıdır. Lakin 2-dən böyük elə bir natural ədəd yoxdur ki, toplananların hər biri 2-dən olsun, böyük olsun, toplayanda 5 alınsın. Elə bir ədəd yoxdur. Yəni 2 ilə 3-ü toplayarsan 5 eləyər, 3 ilə 2-ni, 1 ilə 4-ü, 4 ilə 1-i, yəni, amma bunların heç biri 2-dən böyük deyil. Yəni hər iki toplanan 2-dən böyük deyil. Yəni bu isə A böyükdür 2, C böyükdür 2 şərtinə ziddir.
Yəni n 94 də ola bilməz. Buradan alındı ki, maksimum MMP ədədlərinin ən böyük qiyməti 84-dür. Təşəkkür edirəm.